Hər vaxtınız xeyir, hörmətli müəllimlər, hər vaxtınız xeyir, hörmətli abituriyentlər. Telegram kanalında yerləşdirdiyim bioloji testlərin izahını və cavablarını verməkdə davam edirəm. Biz test 8'e keçdik. 7'ye məncə. 7'ye keçdik məncə. 7'ye. Yəni bu testdə nə var? Bu testdə deməli şəkil verilib və bu şəkilə baxan o sizi görür ki, bu anafaza 1'dir. Anafaza 1'dir. Nədən? Çünki qütbələr cüt xromatidli xromosomlar çəkilir. Mitozda belə bir şey olmur. Meyozun anafaza 1'ində yalnız qütbələrə cüt xromatidli xromosomlar çəkilir. Nədən mitozda bu proses olmur? Nədən mitozun anafazında qütbədə yalnız tək xromatidli xromosomlar çəkilir? Meyozda isə anafaza 1'də qütbələrə cüt, anafaza 2'də qütbələrə tək xromatidli xromosomlar çəkilir. Çünki abituriyent bilməlidir ki, meyozun yetişatında profaza 1'də mitozdan fərqli olaraq, mitozun profazasından fərqli olaraq konjugasiya olur. Orada 2 xromosomlar spirallaşır. Nəticədə metafaz lövhəsində 2 xromosom və 4 xromatidli xromosomlar yerləşir və bunu da məntiqi davamı olaraq qütbələrə anafaza 1'də cüt xromatidli xromosomlar çəkilir. Profaza 2'də konjugasiya getmədiyinə görə ikinci bölünmə zamanı. Profaza 2'də konjugasiya getmədiyinə görə artıq anafaza 2'də qütbələrə tək xromatidli xromosomlar çəkilir. Deməli bizə desələr ki, hüceyrənin bölünməsi zamanı qütbələrə cüt xromatidli xromosomlar çəkilib. Biz deyirik, onda sonradan tək xromatidli xromosomlar da çəkilib və o prosesin adı meyozdur. Bizə desələr ki, hüceyrə bölünən zaman qütbələrə yalnız tək xromatidli xromosomlar çəkilib. Bu o deməkdir ki, bu anlama gəlir ki, bu bölünən somatik hüceyrədir. Bunları biz nəzərə almalıyıq. Bunu nəzərə aldıq ki, bu anafaza 1'dir. Yəni meyozla bağlı olan prosesdir. Göstərilən fazaya rast gəlinir. Oxuyuruq. Hidrada ixtisaslaşmış hüceyrə növlərinin sayı artan zaman. Bundan öncəki testdə mən izah eləmişdim. Hidrada ixtisaslaşmış hüceyrələrin sayı yaz, yay və payızın qeyri-əlverişli şəraitinə qədər 5 qrup 6 növ olur. Yəni xarici qatdan 4 qrup 4 növ, dalayıcı, sinir, aralıq və dərəz hüceyrələri, daxili qatdan 1 qrup həzm, 2 növ həzm hüceyrələri və vəzi hüceyrələr, cəmi edir deməli 5 qrup 6 növ. Bu belə varsa, deməli mühit şəraiti əlverişlidir. Və ixtisaslaşmış hüceyrələrin sayı artır, ektodermadan əmələ gələn cinsiyyət hüceyrələri hesabına. Ya 2 növ artır, hermafrodit olanda, ya da 1 növ artır, ayrı cinsiyyətli olanda. Deməli, hidrada ixtisaslaşmış hüceyrə növlərin sayı artan zaman, yəni cinsiyyət hüceyrələri əmələ gələn zaman və bəyanlardan dedim, qütbələrə cüt xromatidli xromosom çəkilirsə, deməli meyoz gedir. Deməli, bu bir tamamilə düzdür. Xlorella hüceyrəsinin bölünməsi zamanı yox. Nədən? Xlorellada cinsiyyət qamət əmələ gəlmir. Ondan meyoz olmur və onun yalnız somatik hüceyrəsi bölünür, mitoz yolundan bölünür və onda yalnız qütbələrə tək xromatidli xromosomlar çəkilir. 3. Ularsiz zigotunun bölünməsi zamanı. Bu incə, incədir bu. Məlumdur ki, ularsiz zigotu mitoz yox, meyoz yolundan bölünür. Meyoz yolundan bölünür, zigotu. Və bu zaman 4 qamsız spor əmələ gəlir və bu 4 qamsız sporun hər biri bir olçu sapına başlanmış verir. Deməli, bunun zigotu meyoz yolundan bölündüyünə görə burada da anafaza 1'də qütbələrə cüt xromatidli xromosomların çəkilməsinə rast gəlinəcək. Deməli, var bizdə 1, var 3'ümüz. Qıcının cinsiyyət hüceyrələrinin bölünməsi zamanı. Qıcının cinsiyyət hüceyrələri, onlar cinsiyyət hüceyrələrə gələn zaman, birisi ki, ümumiyyətlə bitkilərdə cinsiyyət hüceyrəsi bilavasitə mitoz bölünmə zamanı əmələ gəlir və onun cinsiyyət hüceyrəsi xromosom dəstə haploid olduğuna görə o bölünən zaman qütbələrə yalnız tək xromatidli deməli xromosomlar çəkilir.
Yəni bunu götürə bilmərik. Deməli, testin cavabı oldu 1, 1, 3. Cavab 1, 3.